27 sentyabr 2020-ci il. Hal-hazırda ordumuzun artilleriya bölmələri düşməni atəş basqınına tutub. Yaşasın Azərbaycan əskəri! Tanrıma Türk'ünün sürgürsün! Eşk olsun Azerbaycan ordusuna! Tanrım Türk'ün ordusunu Eşk olsun görsün! Azerbaycan ordusuna! Karabağ bizimdi, bizim Karabağ olacak! bizimdi, bizim olacak! Karabağ bizimdi! Halal olsun, eşq olsun sizlərə. Azərbaycan xalqı sizlərlə fəxr eləyir. Sizlərlə qürurlanır. Düşmən sizin gücünüzdən qorxub geri çəkilir. Karabağ bizimdi, bizim olacak! Eşq olsun sizə. Karabağ bizim! Yazıcı olsaydım sənin qəhrəmanın kim olardı? Kimsə mənə belə bir sual versəydi, mən heç düşünmədən belə bir cavab verərdim. Əgər mən yazıcı olsaydım, özümü şanslı sayıb bütün arzu və istəklərimi dilə gətirərdim. Bu istəklərimdən biri də öz dayım haqqında qəhrəmanlıq romanı yazmaqdır. Mənim dayım istedadlı bir musiqiçi idi. Onun qarmon və digər alətlərlə ifasına hamı həm heyran qalır, həm də onun damarlarında Qarabağın qanı axır deyirdilər. Dayımın nənə və babası Qarabağımızın ən gözəl güşələrindən biri olan Ağdamın Gülablı kəndində idilər. Dayım öz sənətlərini musiqi məktəbinə vermək istəyirdi. Ancaq ölkəmizdə ermənilərin xalqımıza, torpağımıza qarşı cinayətkar hərəkətlərini görüb fikrindən daşındı. Ata, mən qarmonu avtomatla əvəz edəcəm. Bugün vətənimə igid oğullar lazımdır. Mən yağı düşmənlərə aman verməyəcəyəm. Dayım babama verdiyi sözü üstündə durdu. 15 yaşında hərbi məktəbə yollandı. Mənim babam 1-ci Qarabağ müharibəsində iştirak etmiş və kapitan rütbəsinə qədər yüksəlmişdi. Dayım bir gün fəxrlə ona dedi: "Yoldaş kapitan, mən vaxt gələcək, polkovnik rütbəsinə qədər yüksələcəm." Sonra dayım zabit olaraq vətənimizin keşiyində dayandı. İndiki kimi yadımdadır. Bu işdə işləyərkən dayım aylərlə ailəsinin üzünü görə bilmirdi. Anası, atası, övladlarına həsrət qalsalar da vətən üçün dözürdülər. Uşaqlar isə ona həsrət qalaraq deyirdilər: "Ana, atam bizim yox, hökumətin atasıdır. O bizimlə heç gəlib görüşmür." Amma bilmirdilər ki, dayım onların da keşiyində dayanır. Övladlarını görməyə gələndə isə uşaqlar artıq yatmış olurdular. Həyat yoldaşı isə onların bu görüşünü videoya çəkib, səhəri gün övladlarına göndərib, "Sizin atanız əsl qəhrəmandır." Övladları bu sözə qürurlanıb ataları ilə fəxr edirdilər. Gecə gündüz erməni işğalçılarına qarşı döyüşür, qarda, şaxtada, yayın alov saçan Qəşəng. vətən uğrunda irəli deyib hər əzaba qatlaşırdı. Torpaqlarımızın azad olunması uğrunda canından keçirdi. Bir neçə döyüşlərdə ağır zədələr almışdı. 44 günlük vətən müharibəsində şücaətlik göstərərək torpaqlarımızın azad olunmasında dayımın da payı olmuşdu. Ağdam azad olunduqdan sonra dayım Gülablı kəndindən bir ovuc torpaq gətirərək nənəsinin qəbri üstünə töküb dedi: "Ruhun artıq şad olsun nənə. Sənin dəcəl dediyin nəvən, minlərlə şəhidlərimiz və qazilərimiz sayəsində Ağdamda, Gülablı da yenə də bizim oldu. Torpaqlarımız artıq azaddır." Hər qəhrəmanın dastana dönən bir sözü vardır. Mənim çox xoşum gələr. Eşidiləndə daim xatırlayıram. Erməniləri torpaqlarımızdan qovub, əsgərləri ruhlandıraraq bu kəlməni deyər. Qəşəng. Əla! Əla! O, əsgərlərinə ata qayğısı göstərərdi. Əsgərləri, komandirlərini çox sevirdilər. Dayım mənim gözümdə filmlərdəki, nağıllardakı qəhrəmanları yox, əsl müharibənin
əsl qəhrəmanı idi. Bir jurnalist dayım haqqında belə yazırdı. Bəlkə də sən bu günlərdə varlı dövlətli məşhur bir musiqiçi idin. Ancaq sən anam, vətənim, torpağım uğrunda deyib şərəfli zabit peşəsini seçsin. Bir gün dayım babama verdiyi sözü tutub iftixarla hərbi salam verib dedi: "Yoldaş kapitan Baxışov, sizi polkovnik leytenant Anar Baxışov salamlayır." Atası iftixarla oğlunu bağrına basıb "Mənim qəhrəman balam, mən səninlə fəxr edirəm" deyib üzündən öpmüşdü. Anası isə bu mənzərəni seyr edib iki müharibənin, iki canlı qəhrəman şahidlərinə baxıb əllərini göyə qaldıraraq "İlahi, şükür olsun sənə. Biz yenə öz gözəl torpaqlarımızda şad və xürrəm yaşayacağıq" dedi. Anar Baxışov ömrünün 30 ilini vətən torpağına həsr edib, hər döyüşdən alnı açıq, üzü ağ çıxaraq sözün əsl mənasında Qəşəng. əlalıq nümunəsi göstərir. Əla! Döyüşlərdə iştirakına görə 16 orden və medallarla təltif olunub. Həmçinin mənim dayım gözəl ailə başçısıdır. Oğlu vətənə olan borcunu ödəmək üçün hərbi xidmətdədir. Mən fəxr edirəm ki, torpaqlarımızın azad olunmasında dayımın da rolu var. Bu gün dayım qalib xalqın qalib müəllimi olaraq hərbi sahədə gəncləri vətənpərvər ruhda böyüdür. Dayım haqqında danışsam, bəlkə də roman yazaram. Bəlkə də bu bir gün gerçəkləşər. Mən bu sətirlərimi şair ruhlu hərbiçi dayımın öz yazdığı misraları ilə bitirirəm. Qarabağ vətənim Azərbaycanım, var olsun müzəffər baş komandanım. Vətənə hər zaman qurbandı canım, yaşasın qüdrətli Azərbaycanım. Qarabağ bizimdir, Qarabağ candır, Qarabağ hər zaman Azərbaycandır.